Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz sual cümləsidir. Biz ilk öncə onu bilməliyik ki, cümlə mənasına görə 4 yerə bölünür. Nəqli, sual, əmr, nida. Təbii ki də biz bunların hamısı haqqında ayrı-ayrı videolarını çəkmişik. Bugün isə növbə interrogativ sentensdə sual cümləsindədir. Öz növbəsində sual cümləsinin də 4 dənə bölməsi var. Ümumi sual, seçmə sual, ayrıcı sual, xüsusi sual. İlk öncə başlayaq ümumi sualla davam eləyək. Yoldaşlar, ümumi sual izah etməmişdən öncə sizə belə bir şey demək istəyirəm. Ümumi sual barəsində 99% hər şeyi bilirsiniz. 1% bilmədiyiniz nədir? Onu da mən sizə deyim. Biz zaman dərsini keçəndə, 16 zamanı öyrənəndə neylədik? Zamanı düzəltdik və başladıq onun sualını düzəltməyə və inkarını düzəltməyə. Əgər o zamanın sualını necə düzəltdik? Mübtədanın önünə köməkçi feil keçirdik. Bunu qoydum qırağa, bunu bilirdim. Sonra modal feil dərsini keçəndə modalların bütün qaydalarından danışdıq, inkarını düzəltdik və sualını düzəltdik. Necə? Mübtədanın önündən modal feili keçirdim. Deməli, biz ümumi sualı bilirmişik. Buradakı bütün incəlikləri bilirik. Köməkçi feillər necə olur, daz gələndə bu olmasın, dazla tək olsun, du ilə cəm olsun, did belə olsun, modallar necə olsun, hamısını bilirik. Sadəcə olaraq o vaxt öyrənəndə bunun sual cümləsi olduğunu bilirdik. Buna ad verməmişdik. Adı isə bugün verəcəyik. Biz buna deyirik ümumi sual, general question. Yoldaşlar, ümumi suala biz hə, yox cavabı verdiyimizə görə bunun digər adı da yes, no question'dır. Aydındır? Yəni, burada fərqli bir şey yoxdur. Sənin zaman və modalda keçdiyin hər şeyi bura aid edirik, fərqli bir məqam yoxdur. Məsələn, you call him tonight, you will atdım qabağa, sual yarandı. Cavabı da yes, no oynanır. Və yaxud da ki, modallarda she ought to nəqlidir, ought atdım qabağa, oldu sual. Bu qədər sadə. Köməkçi feillər bulardır, modal feillər bulardır. Təbii ki, qabaqda işlənir və mübtəda, daha sonra isə xəbər gəlir. Gəldim nəyə? Seçmə suallara. Seçmə suallar nədir? Sual ümumi sual tipidir. Yəni, köməkçi və modal feil qabağa atıram. Sadəcə olaraq bunu ümumi sualdan fərqləndirən şey ordur. Aydındır? Biz ora baxanda, yoldaşlar, deməli, bircə dərə buradakı fərq bu ordur. Yəni, bu orun nəyi yanına yazırsanız, ondan 2 dənədir. Məsələn, mübtədanın yanına yazsan 2 dənə mübtəda olur, 2 dənə xəbər olur, 2 dənə təyin olur, 2 dənə tamamlıq olur. Məsələn, mən yoxsa sən gedəcəksən, yoxsa qalacaqsan. Məsələn, kitabı yoxsa dəftər. Yəni, bu formada. Buna dair də belə deyək də, sual tipi demək olar ki, görmürəm. Çünki buna dair nəyi səhv yaza bilər ki? Necə test verə bilər? Bir dənə or artıram, olur seçmə sual. Oru çıxartsam, olacaq ümumi sual. Yəni, bu qədər sadə. Ona görə çox da dayanmağın adı yoxdur. Sadəcə olaraq siz bu sual tipi ilə tanış olun deyə belə bir izah verdim. Daha sonra gəldim ayrıcı suala. Yoldaşlar, ayrıcı sual bir uzun, bir də qısa hissədən ibarətdir. Burada əsas məqam nədir? Ayrıcı sualın bu hissəsi vergülə qədər olan. Biz elə bilirik ki, bu sualdır. Xeyr, vergülə qədər olan hissə nəqli cümlədir. Nəqli cümlə təsdiq də ola bilər, inkar da ola bilər. Əgər bu hissə təsdiqdirsə, bu hissə inkar olmalıdır. Yəni, onun əksi olmalıdır. Bu hissə inkardadırsa, bu hissə təsdiq olmalıdır. Bu bir aksiomadır. Plus, minus, minus, plus. Yəni, burada istəsəm, you have not invited desəm, burada have you olacaq. Yəni, bu qədər sadə. Buradakı bütün proses, əsas məsələ bu balaca hissədədir. Balaca hissənin düsturu köməkçi feili və ya modal feil üstəgəl nə? Mübtəda. Yəni, mən burada əsas məsələm köməkçi feili düzgün tapmaqdır. Düzgün köməkçi feili tapmaq, düzgün modal feili tapmaq, düzgün zamanda tapmaq. Düzgün zamanda tapmaq. Buranın zamanı nədirsə, odur. Aydındır? Yəni, hər şeyi düz tapmalıyam. Burada da çətin bir şey yoxdur. Bir uzun, bir qısa hissə. Bura təsdiq, bura inkar, bura təsdiq. Yəni, bir-birinə əks olmalıdır. Aydındır? Buna görə bizə burada nə yazılır? Deyir, qısa suallar köməkçi feillərdən, modal feillərdən və üstəgəl mübtədadan ibarət olur. Qısa suallarda köməkçi və ya modal feil birinci cümlənin, yəni qabaqdakı cümlənin, nəqli cümlənin mübtədasına görə seçilir. Mübtəda şəxs əvəzli ilə verilməlidir. Şəxs əvəzli köməkçi və modal feilin birinci cümləyə əsasən seçilir. Yəni, şəxs əvəzli ilə köməkçi feilli, modal feilli olan hamısı
birinciyə görə seçilir. Orada nədirsə, burada da odur. Daha sonra isə keçək buna qısa cavablara. Deyir ki, daha doğrusu qısa cümləyə, cavabı yox, qısa cümləyə. Deyir ki, he won't carry the heavy box, will he? Baxıram, bura inkar, bura təsdiq. Buradakı köməkçi feil nədir? Want. Want nəyin qısaltmasıdır? Will notun. Deməli, nə yazdım bura? Will. Mübtəda nədir? He. Gətirdim, yazdım he. Məsələ bitdi, bu qədər sadə. Bu qədər sadə və primitiv. Sonra davam edirik. Deyir, ayrıcı suallar təsdiq və inkara təsdiq. Yəni, əks olur. Təsdiq, inkar, inkar, təsdiq. Yəni, bura təsdiq, bura inkar, bura təsdiq. Bunu bilirdik. Ayrıcı suallara aid test nümunələrində bunlara fikir verək. Nəyə fikir verək? Deyir ki, bura blue hansı zamandır? Zamanın düz yazgına. Mübtədanın şəxs əvəzinə verməliyəm. Mübtədam nədir? Wind. Onun şəxs əvəzinə nə əvəzləyə bilərəm? Itlə əvəzləyə bilərəm. İkinci bənddə deyir ki, verilmiş cümlədə to be-nin formaları verilərsə, ayrıcı sualda to be ilə verilir. Bu o deməkdir ki, burada əmizar varsa, burada da əmizar olmalıdır. Başqa variant yoxdur. Modal da ola bilməz, köməkçi heç nə ola bilməz. Əmizar var, əmizar yaz. Was were var, was were yaz. Bu 5 dənə buradadırsa, eynisini buraya yazmalısan. Məcbursan. Çünki əmizar deyir ki, sual inkar mənim özümlə düzəldir. Davam edək. Deyir ki, cümlədə to be formaları olmazsa, ayrıcı sualda to be formalarını işlətmək olmaz. Məsələn, burada əmizar görürük, was were görürük. Mən niyə gətirim buraya yazım ki? Bu qədər sadə. Sonra cümlələrdə zeri-zera, bu çox bəlalı bir şeydir. Xahiş edirəm, bunu diqqətlə qulaq asın. Burada yazıb ki, they were, düzdür, zeri-zeranın, elə bir ki, deranın keçmişidir də. Burada yazırlar z. Abala, bu z başqa şeydir, deyir başqa şeydir. Olmaz, bu olmaz. Biraz diqqətli olmaq lazımdır. They were, mən bura there yazmalıyam da. Yazır ki, weren't they. Yanlışdır, səhvdir, olmaz. Nə olmalıdır bu? Məsələn, görürsünüz, heç siz bunu oxuyanda buna fikir verməmişsə, belə bir şey də ola bilər. Bu hamısı sizin verdiyiniz suallardır. Qaydaya bax, ona görə deyirəm ki, birinci baxın. Mən burada hər şeyi qeyd edirəm, ondan sonra rahatlıqla testin üzərinə gedin. Bu qədər sadə yəni. Aha, gəldik bura. Cümlələrdən modal feil işlənibsə, nə etməliyəm? Modal feili verməliyəm. Modaldır, modal ver. Məsələ bitdi. Bildiyimiz kimi have to modal feilin sual inkarı özünə düzəlmir. Bu modal feil dərsinə aiddir. Yəni, bunun ayrıcı sualı heç bir aidiyyəti yox. Biz modal feildən bildik ki, burada have to, has to, have to yazıbsa, yeganə modal feildir ki, sual inkarı özü ilə düzəlmir. Hasdirsə, havedirsə, dodaz olacaq, haddirsə, did olacaq. Bu qədər sadə. Ayrıcı suallarda have, həsəd, köməkçi feillərin işləməsinə diqqət etmək lazımdır. Yəni, bunu ona görə fokus deyir ki, bir neçə dənə have, has var. Have-in sualı inkarı yalnız bir halda özü ilə düzəlir. Özündən sonra participle feil gəlibsə, yalnız o halda özü ilə düzəldirəm. Bu participle feil deyil, bu participle feil deyil. Ona görə də özü ilə düzəltməyib. Yəni, has-dən sonra gone varsa, özü ilə düzəldirəm. Məsələn, to go varsa, bu participle deyil. Three sides varsa, bu participle deyil. Olmadığına görə də köməkçi feil do, does, did, nə düzəldirəm. Fikrinizi ora yönəldir. Aha. Zamana görə dəyişməyən feillər. Yəni, keçmişdə də eynidir, indikidə də eynidir. Mən bunu necə seçəcəm? Təbii ki də mənim mübtədam üçüncü şəxsin təkində verməlidir. Əgər burada s varsa, indiki zamanda do, does olmalıdır. Yoxdursa, did olmalıdır. Bu qədər sadə və bəsit. Biz bunu demək olar həqiqədə deyirik. Gəldik apostrof s məsələsinə. Apostrof s həm izdir, həm də həzdir. İndi mən baxın görüm burada nə zaman özüdür. Deyir, apostrof s-dən sonra ing gələrsə, izdir. Apostrof s-dən sonra keçmiş zaman feil gələrsə, həz olacaq. Bizi belə kodlaşdırır. Tom, apostrof s, waiting. İndi yoldaşlar, deyərəm ki, mən çaşdım. Yəni, unutdum ki, yəni, apostrofdan sonra nə gələndə iz, nə gələndə həzdir. Məntiqimizi işə salıq. Həz ing deyilən bir zaman var. Yox. Is participle deyilən bir şey var. O da məhsuldur. Tom is waited nədir? Deməli, mənasızdır da, belə bir şey ola bilməz. Deməli, mənalı olması üçün bu has waiteddir.
Bu da is waiting-dir. Eynisini burada qoruyuram. Yenə də fərqli bir şey yapmadım. Bir cümlədə həm modal feil, həm də köməkçi feil olarsa üstünlük köməkçi feilə verilir. Məsələn, bu da ancaq buna aid daha. Yəni mən bu qaydanı bilməsəm də yenə də mən bunu yazacaqdım, yəni. Bunu yaza bilərəm çünki have to modal feil sual inkarı özü ilə düzəlmir. Will olsa da, olmasa da. Məsələn, Laura has yazsaydı yenə də özü ilə düzəlmir. Fərqi yoxdur ki. Aha, let apostrofesi nə deməkdir? Let apostrofes, let us. İndi burada nə yazacağım? Buna bir dənə ayrıca fikir verin. Bu, əmr cümləsində normalda necədir? Əmr cümləsi indiki sadə zamanda verilir. Baxın, əmr cümləsi indiki sadə zamandadır. Həmişə. Başqa bir zamanda ola bilməz. Net. Amma ayrıcı sualı düzəldərkən let apostrofesindən nə verirəm? Shall verirəm. Gördünüz yoldaşlar, bu bir aksiomadır. Bunu əzbərləmək lazımdır. Baxın, möhtəşəm bir şeydir bu. Bunu əzbərləyin. Başqa da heç nə. Davam edirik. Ayrıcı suallarda mürəkkəb cümlə verilirsə, ayrıcı sual baş cümləyə görədir. Yəni, budaq nədir? Budaq başın mənasını izah etmək üçündür. Əsas ana fikir başda bilinir. Baş cümlə keçmiş sadədirsə, keçmiş sadə olacaq. Sonra gəldim bu hissəyə, deyir, verilmiş nəqli cümlədə inkar bildirən söz işlənməsinə fikir vermək lazımdır. Bu cümlədə no, inkar varsa, deməli bu cümlə inkardır. Bura təsdiqdə olmalıdır. Bu qədər sadə. Gəldik nəyə? Yoldaşlar, xüsusi sual. Xüsusi suallarda iki dənə nüansa fikir vermək lazımdır. Xüsusi sual nədir? Xüsusi sual digər sual tiplərindən fərqli olaraq, məsələn, ümumi sualdan falan fərqli olaraq əlavə məlumat almaq istəyir. Kimdən gedirsən, sən nə edirsən, nə vaxt gedirsən, nə müddətə gedirsən, hardasan, nə iş görürsən və bunların hamısını maraqlanır. Və ona görə də biz deyirik ki, iki cür düstur var xüsusi suallarda. Gəlmişik, adı special question'dır. İki cür düstur var. Bir, mübtədanın təyinə sual verəndə nə edirəm? Digəri də yerdə qalanlarından nə edirəm? Yoldaşlar, bir müddəaları izah eləyək, sonra mən sizə düstur kimi yazacağım. Deyir, testlərdə bunlara fikir vermək lazımdır. Fikir verək də. Deyir ki, do, does, did, üstəgəl feil. Bilirsiniz niyə görə bunlar? Deyir, köməkçi feillə feil yanaşı düşə bilməz. Bilirsiniz niyə? Cümlədə birinci mübtəda gəlir, sonra xəbər gəlir. Düzdür? Mən köməkçini qabağa keçirdəndə bunların ortasında mübtəda işlənməlidir. Yazmamısan, səhvdir. Bu cədvəldə sizə onu çatdırmağa çalışır. Aydındır? Bax, köməkçi feil arasında mübtəda var. Bu qədər sadə. Sonra deyir ki, do, does, did işlənmiş cümlənin başlanğıc formasına qayıtmışsa səhvdir. Yəni, did varsa, bu artıq zaman bilidir. So ola bilməz, o əvvəlki versiyaya qayıtmalıdır. See olmalıdır. Does varsa S düşməlidir. Lives yox, live olmalı. Bu dəyişməlidir. Aydındır? Sonra sual cümlələrində mübtəda və xəbərin yerinə fikir vermək lazımdır. Əgər xəbər mübtəda gəlibsə, səhvdir. Yoldaşlar, bu o deməkdir ki, birinci cümlədə nə gəlir? Mübtəda. Bəs sən niyə xəbər birinci gətirmirsən? Deməli, yanlışdır. Birinci mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. Mübtədanın önündə, yəni bu yerdə nə olmalıdır? Ya köməkçi feil olmalıdır, ya da modal feil olmalıdır. İkisindən biri mübtədanın önündə olmalıdır. Yəni, bu hal-hazırda biz xəbəri qabağa gətirmişik. Yəni, yanlışdır. Belə bir şey yoxdur. Aha, sual əvəzliklərindən sonra mübtəda gələrsə səhvdir. Yəni, bu o deməkdir ki, sual əvəzliyindən sonra köməkçi feil gəlməlidir. Düsturla zaten elədir. Çünki xüsusi sual olmasın, ümumi sual olsun. Biz ümumi necə düzəltdik? Ümumən sualı necə düzəldirik? Köməkçi və modal feilini indirik, mübtədanın önünə keçirdirik. Mübtədanın önünə keçirdiriksə, bu whatla you necə yan-yana düşdü? Ola bilməz axı bu. Deməli, bunun qabağında nə olmalıdır? Köməkçi feil olmalıdır. Aydındır? Bu qədər sadə. Aha. Bu mənə tanış gəlir. Hardan tanış gəlir? Passive voice dərsindən. Həzbin, həvbin, hədbin belə bir şey yanlışdır. Niyə görə yanlışdır? Çünki baba bir dənə bu fikir verin bu hissə. Bu passive voice-dan da əlavə. When, since, when, has been nə? Fikir yarımçıqdır.
Ona görə diqqətlə fikir verin. Has been representative been. Ya bundan sonra participle yaz. Mən buna məhsul deyim. Bu düzdür. Ya da ki, fikir verin. Has been, bax, has sual cümləsi düzdürmü? Has köməkçi feil və burada nə olmalıdır? Bu hissədə mübtəda olmalıdır. Köməkçi feil, mübtəda, xəbər. Yəni bunları yan-yana gətirə bilmərəm. Has been yanlışdır. Davam eləyək. Bütün variantlarda eyni verilən söz birləşmələri birlikdə sual və əvəzliklə əmələ gətirir. Nəyi nəzərdə tutur? Deyir ki, how many times a day is the hotel? Mən nəyə fikir verirəm? Mübtəda hanı? Burada. Köməkçi feil hanı? Burada. Xəbər burada. Okey, bundan işim yoxdur ki. Bu sadəcə bəzəkdir. Mənim işləyəcəm budur. Doğrudur. Mübtəda burada. Köməkçi burada. Xəbər burada. Doğrudur, əla. Mübtəda burada. Köməkçi yoxdur. Qabağa keçməyib. Mübtəda burada. Köməkçi yoxdur. Deməli, bunların ikisi yanlış, bunların ikisi doğrudur. Aydındır. Davam edək. Gəldik, çatdıq əsas məqama. Xüsusi suallar söz sırasına baxımından iki qrupa bölünür. Yəni, iki dənə düz durum var. Bir, mübtədaya sual verəndə nə edirəm? Deyək ki, mübtədaya sual verəndə who-dan, what-dan istifadə edirəm. Məsələn, cümləni yazmışam, Jane və mən nə edirəm buna? Sual verirəm. Jane-i atdım. Birinci düz durumda who-nu yazıram və who-dan sonra cümləni olduğu kimi köçürdürəm. Yəni, bura əlavə zat heç nə eləmirəm. Nə köməkçi gətirim, nə modal gətirim. Heç nə. Aydındır, heç nə. Deməli, yazdım. Götürdüm onu who-la əvəzlədim, bitdi. Burada bir dənə möhtəşəm qayda var. Nədir o? Yoldaşlar, burada deyəlim ki, Jane yox, cəm olsaydı, dostlar olsaydı, mən o dostları who ilə əvəzləsəydim, xəbəri təkdə qoyacaqdım. İndi hal-hazırda keçmişdə deyə görsənmir də. Who elə qəbul edin ki, he, she, itdir. Who, he, she, it. Yəni, he, she, it təkdir, who da təkdir. Xəbəri tək olmalıdır. What mübtədanın sualıdırsa, onun da xəbəri tək olmalıdır. Bu nüansa fikir verin. Mübtəda xəbər uzlaşmada əslində biz bunu deyəcəyik, daha doğrusu demişik. Amma yenə də hallandırırıq. Dediyimiz məsələ. C, cəmdə, who ilə sual verirəm, have oldu nə? Has. Niyə? Çünki who üçün təkidir. What da üçün təkidir. Mübtədanın sualında. Yeganə cümlə üzvü mübtədadır ki, uzlaşma birbaşa xəbərlə olur. Yəni, o deməkdir ki, digər xəbərdir, tamamlıqdır, tamamlığın təyinidir, zərflərin növüdür, zamandır, yerdir. Bunların hamısı köməkçi mübtəda uzlaşması gedir. Düzdürmü? Amma burada deyir ki, bunun özü birbaşa nə edir? Xəbərlə uzlaşdırır. Aydındır. Yəni, bunun muhatabı, who-nun muhatabı koddur. Birbaşa who-dan sonra xəbər gəlir. Bu qədər sadə. Mübtədaya sual verdikdə əvvəlindəki təyin itir. Yəni, burada many important people yazıb, düzdürmü? Mən burada people-a sual verirəmsə, yəni, bunu hara yazıb? Many important necə yazıb? Söhbət people-dursa, deməli, hamısını atdım, who yazdım və buradan davam elədim. Baba fikrin people word-ü, amma who üçün təkidir deyə was-dur. Who was. Aydındır. Onun biraz başı bəlalıdır, ona çox diqqətlə qulaq asın. Yəni, bu hissələr çox önəmlidir. Aha. Deyir, who-dan sonra isim, whom-dan sonra isim, whose-dan sonra, yox, bunlardan sonra ola bilməz, yəni qətiyyən. Aydındır. İndi gəldim nəyə? Digər cümlə üzvlərinə. Yəni, mən bayaqda mübtədadan danışdım. Axı, mübtədadan sonra bir dünya orada cümlə üzvləri var. Düstur, sual əvəzliyi, ondan sonra köməkçi feil, modal feil, sonra mübtəda gəlir. Bax, bura qədər qanundur. Buradan sonra isə yaz cümləni geçsin. Yəni, orada necədirsə, burada da elədir. Mənə lazım olan, əsas bu üç hissədir. Sual əvəzliyini düzgün qoy. Qabağa köməkçidən modal feildən gətir. Mübtədanı yaz. Yəni, hər şeyi doğru qoy. Aydındır. Yəni, bunu ödədinsə, burası zaten gələcək. Aydındır. Yəni, o hissəsində problem olmayacaq. Bir dənə məsələ nümunə kimi burada göstərək. Məsələn, when köməkçi feil, mübtəda, xəbər, söz qutardı. When did Sam arrive home?
Bunun öz təbii incəlikləri var. İndi hamısının incəliklərini deyəcəyik. Xəbərə sualın verilməsi. Deyir ki, xəbər ismi xəbər və ya feil xəbər olmaqla iki yerə bölünür. Deyir ki, John'un altına xətt çəkmişəm. O kimdir? Who is he? Bir də deyir ki, he is a pilot. O pilotdur. What is he? What is he? O nədir deməkdir? O nəçidir deməkdir. What yeri gəlmişəm, mübtədanın sualı var, təyinin sualı var, xəbərin sualı var. What biraz ucu açıq mövzudur. Yəni bir çox yerlərdə görəcəyik bunu, aydındır. Deyir, peşələrə sual verəndə what-la verirəm. O nədir, yox, nəçidir mənasını verir. Feilli xəbərə sual verəndə isə what, do ilə verilir. Məsələn, burada ismi xəbərdir, düzdür. O deyirəm ki, pilotdur, is a pilot, düzdürmü? Nəçidir. Amma orada sən feillə verirsən ki, Laura nə edir? What does Laura do? Laura nə edir? Bu artıq feilin, belə deyək, burada nə deyil? İsmi xəbər, bir də feili xəbər. Bu ismi xəbərdə what is ilə, feil olarsa, hərəkət olarsa, biz onu what does Laura do deyə sual verdik. Deyir, xəbərə sual verdikdə tamamlıq və onun təyini atılır. Yəni, the students are reading an exciting novel right now. İndi mən burada nəyə sual verirəm? Xəbərə sual verirəm. What are the students doing right now? Deməli, burada söhbət nədir? Readingim getdi, excitingim getdi. Yəni, birbaşa olaraq mübtədadır. Baba, students'ı getdim, buraya yazdım. Arı qabağa keçirdim, doing right now. Baba deyir ki, uşaqlar indi nə edir? Bu boyda hissə yoxdur. Uşaqlar indi nə edir? Mübtədanı yazdım, sonra xəbəri də nə edim? Yazdım bura. Mənə burada reading maraqlıdır da. Reading'i do ilə əvəzlərim etmək. Arı yazdım bura. Are doing. Aydındır. Tamamlığa sualın verilməsi. Tamamlığa sual verdikdə söz sırası necə olur? Tamamlıq, köməkçi feil, mübtəda, xəbər. Baxaq görək nəyə nəzərdə tutur. He saw them in the city. Düzdür, whom, sonra köməkçi feil did, sonra mübtəda, sonra xəbər. Bu formada davam edirik. Aydındır. Deyir, əgər tamamlığın qarşısında sözünü olarsa, bax, fikrinizi bura verin, zəhmət olmasa, başı bəlalı mövzulardan da, ona görə deyirəm ki, huda ehtiyatlı olun. Əgər tamamlıq sözünü ilə ifadə olunarsa, sözünü qoruyub saxlayırıq. Bir dənə məsələ var. Nədir məsələ? Yoldaşlar, biz hunu bayaq nədə dedik? Dedik ki, hu mübtədanın sualıdır. Hudan sonra direktman nə gəlməlidir? Xəbər. Amma siz burada nə görürsünüz? Köməkçi feil. Allah Allah. Yoldaşlar, əgər hu olan cümlənin sonunda sözünü varsa, o tamamlıqdır. Kim ilə? Aydındır. Və bu ikinci düsturdur. Hu, köməkçi feil, mübtəda, xəbər. Amma yox, belə olsaydı, bu yanlışdır. Aydındır. Niyə? Çünki hudan sonra xəbər gəlməlidir. Aha. Cümlənin sonunda sözünü varsa, cümlənin əvvəlində mütləq hu və what olmalıdır. Yəni, biz işlətmişəmsə kim ilə, nə ilə, ifadə ilə, sözlərlə işlədirik. Belə testlərdə deyil, bəzən tərcüməyə ehtiyac duyulur. Niyə görə? Çünki, məsələn, who does purse belongs to, yəni pul kisəsi kimə məxsusdur? Pul kisəsi nəyə məxsus deyə bilmərəm də. Çünki o insan. Yəni, bu hissəsi primitivdir, yəni tərcümə edib tapıram. Deyir, əgər sözünün from olarsa, with. Yoldaşlar, mən biraz haşiyə çıxıb şeyə getmək istəyirəm. Mürəkkəb cümlə dərsinə. Biz deyirik ki, hətta sözünün də dərsinə deyə bilərik. V heç bir sözünü işləmir. İşləmir. Bircə dənə fromla işlənir. Yəni, deyir, from varsa, V yaz. Başqa şey yaza bilməsin. Başqa bir yolun yoxdur. Aha, davam elə. Deyir, who və what həm mübtədanın, bayaq dediyim kimi, həm də tamamlığın sual əvəzliyidir. Yəni, xəbərə də what verə bilirəm, ha. Sadəcə olaraq burada niyə xəbər yazdım? Çünki başda who və what yazır. Tək what yazsaydı, yazardı onu. Əgər who və what üstə gəl xəbər olarsa, təbii ki də who-dan what-dan sonra direktman xəbər gəlirsə, bu mübtədanın sualıdır. Yox, who-dan what-dan sonra köməkçi feil gəlirsə, artıq bu tamamlığın sualıdır. Aydındır. Bunlar mənim sual tiplərində diqqətlə baxarıq. Özünüzə qeydlər aparın. Aha. Təyinin sual əvəzlikləri kimi what-la və which-lə də vermək olar.
Yəni what bir çox deyirəm, çox yerdə var, mübtədada var, xəbərdə var, təyində var. Demək olar hər yerdə var. Tərkibində of olan sual əvəzikləri əsla of olmadan işlənə bilməz. Yəni bir də belə bir şey var. Əgər o WH-dirsə, WH ilə başlayırsa, o bir dənə which ola bilər ki, özündən sonra birbaşa of gəlsin. Which of. Aydındır. Yəni başqaları söhbət WH-dən gedir ha. Ondan başlayırsan. Aha. How many sayılan isimlərlə, how much sayılan isimlərlə bu artıq getdi təyin edici dərsinə mini maçdan seçmək olar. Təyin həm mübtədan, həm də tamamlığın qabağında olur. Təbii ki də how many, məsələn, təyin olsa və yaxud da ki, fikir verin. Bax, təyin mübtədansa, mən buna sual verirəmsə, sual əvəzindən sonra olduğu kimi neyinirəm? Köçürdürəm. How many people were arrested? People were arrested. Mübtəda, xəbər. Şu, heç bir şey eləmədim. Amma yoldaşlar, gətiribsən, bax fikir verin, burada da Jack's father works here. Jack'i tolladı, whose father works here. Amma sən onu tamamlığın təyini yazsan, bax. Tamamlığın təyini, düzdürmü? Mən buna sual verirəm də. How many people have we invited today? Baba görürsünüz, we-sini yazıb, köməkçi feili, bu da xəbər hissəsi, bu da nə idi? Tamamlığın təyinidir. Gördünüz? Bu tamamlığın təyinidir. We have invited 10 people today. Bax, bu 10-ə sual verib. Mənim mübtədam bir we-dir, have-i keçirdim onun qabağına, have we invited. Deməli, bunlar da birləşikdir. Yəni, tamamlıq təyin belədir. Üçüncü növ təyin söz birləşməsi kimi ayırmaq olmur. Söhbət ana dilinə getdi, ha. 10 people yazdım, how many people? Bu qədər sayıram. Davam eləyək. Az qalıb yoldaşlar, dişimizi sıxaq. Deməli, how much-dan bizə nədir? How much həm də qiyməti soruşmaq üçün də var. Bu bir ifadə kimidir. How much does it cost mənasında. Yəni, orada ismi dəyişib, başqa da qoymaq olar. Bir cümlədə to be, həm də cost işlətmək olmaz. Bu ifadə xaricində mən həm izləyim, həm cost deyim, işlətmək olmaz. Yanlışdır. Amma bir dənə məsələdə, bax, qiyməti soruşanda bu formada deyirəm. How much does, niyə? Çünki cost da ayrıca müstəqil feildir, is də. Yəni, iki dənə ayrı-ayrı feil, o nə deməkdir ki? Yəni, normalda, belə deyim də, primitiv bir sual. Go-nun sual inkarı nə düzəlir? Köməkçi feillə, do, does dillə. Cost da eyni, elə düzəlir. Fərqli bir məqam yoxdur. Təyinə sual verdikdə, yəni nöqtələrdən sonra isim gəldikdə, cümlənin sonundakı sözü niyə? Fikir vermirik. Yəni, təyinə sualda verdikdə sözünün qaydası keçərli deyil. Orada atıram, çıxır gedir. Çox da mənə maraqlı deyil ki, orada sözünü var, yoxsa yox. Zərfliyə sualın verilməz. Baxaq görək. Yer zərfi, neyinirəm? Heç bir şey, eyni şey. Və-ni yazıram, köməkçi feil mübtəda, xəbər, bitdi. Köməkçi feil mübtəda, xəbər, bitdi. Səbəb zərfliyinə sual verəndə. Why bərabərdir what for-a. Və mən burada bir dənə sizə ayrıca bir qayda demək istəyirəm. Why olan, əslində bu bağlayıcı dərsində biz demişik, why olan cümlədə for işlənməz yoldaşlar. Why üstə gəl, for işlədə bilmərəm. Bu qədər sadə. Aydındır. Onun əvəzinə for varsa nə işlədirəm? What işlədirəm. What cümlə for. Bax, fikir verin, what for. Yəni, əgər why-nə əvəzləyici kimi yazıramsa. Tezlik zərfləri, bunları biz zaman zərflərindən bilirik. İstəyirsiniz belə biraz çəkilim, tam şəkildə, aydın şəkildə baxın. Tezlik zərflərindən sual vermək istəyirəm. Baxaq görək. Bizdə nədir məsələn? How often-dur, how long-dur, bunlara diqqətlə fikir verin. Often dəfə mənasında hansı tezliyi? Məsələn, mən həftədə 1 dəfə, ayda 4 dəfə, ildə 20 dəfə. Yəni, bu say kəmiyyət varsa often-dur. Amma bir də orada cəm zamandırsa, orada how long olacaq. Məsələn, 4 gündür, nə qədərdir, how long-la verirəm. Orada cəm zaman var. Ona how often verə bilmər. 4 gündür xəstəyəm. Nə qədərdir xəstəsən? How long? 4 gündür cəm mənasında. Jane goes to the countryside once a year. Yəni, ildə bir dəfə. Nə qədər? How often does Jane go? Goes yox ha, go. Davam eləyək. Deyir, tərz hərəkət səhvlərinin sual verilməsi. How verilir. Çox rahat. Deyir ki, o velosipedlə gəlib. Necə gəlib? How, necə,
did, we, köməkçi feil mübtəda. Yəni burada fərqli bir şey yoxdur. Zaman zərflərindən sual verəndə, aha, bunlardır. Bir dənə yoldaşlar, bir dənə tez, bura fokuslanın. Burada qaymaq bir qayda var, testlərdə düşəcək. When, what və ego olan, how long egodan gedir sonra. Ego olanlarda indiki bitmiş və bitmiş daim edici zaten eyni şeydir. İndiki bitmiş və indiki bitmiş daim edici ola bilməz. Hər üstə gəlir participle gördün, tola geçsin. Aydındır. Amma how long olarsa və when'in qarşısında since olarsa məcburidir orada indiki bitmiş olsun. Olmasa yanlışdır. Olmasa yanlışdır. Bu hissəyə çox diqqət edin. İstəyirsiz, bax, buranı silim ki, rahat aydın görəsiniz və bunun qeydini götürün, yoldaşlar. Arxaya durdum. Birinci və ikinci səni mütləq əzbər yazın, əzbərləyin. Hər dəfə düşür, qloballı bir şeydir. Bunlarda bitmiş olmalıdır, bunlarda əksinə olmamalıdır. Bax, görürsən, when başqa şeydir, since when başqa şeydir. How long, ego başqa şeydir, how long başqa şeydir. Aydındır. Aha. How long digər zamanlarda işlənə bilər. Amma since when xaric, yəni since varsa məsələ bitmişdir. How long have you been here? Yəni başqa zamanlarda da qoya bilərəm. How long müddət soruşmaq üçün işlədilir. Müddət isə for və since-dən verilir ki, yenə də getdim mən hara? Bitmiş zamana getdim. For-la cəm zaman, since-lə başlanğıcını bildirirəm. Aha. Burada bir iki dənə əlavələr var. Baxaq görək əlavə nədir? Əgər cümlənin sonu söz önü ilə bitərsə, doğru cavab who və what-dur. Bayaq nə demişdik? Yəni cümlənin sonunda söz önü varsa, who işlədirəm və bu tamamlığın sualı olur. Yəni mən burada who görüb köməkçi feil görəndə təəccüblənmirəm. Tamamlıqda, yəni 1 və 2-ci düstur deyilən bir şey var. Cümlənin sonunda from varsa və iləndir, bunu da demişik. Of söz önü ilə işlənməsinə görə sual vericilər 3 qrupa bölünür. Ofsuz işlənənlər, ofla işlənənlər. Bir də burada bircə dənə məqam var. Fikir verirsə, mən bayaq dedim ki, WH-lərdə yalnız bir dənə which-dən sonra birbaşa of gələ bilir. Amma bunlar birbaşa deyil. Yəni, birdən deyəsə ki, müəllim dedi ki, bəs orada şeydir, yoldaşlar, birbaşa of gətirən which-dir. O birisilərində yoxdur, yəni. Aha. What kind of ofsuz işlənərsə səhvdir, çünki mənası yoxdur. Bu belə yaranıb. Başa düşürsünüz, what type of, what kind of, what sort of. Yəni, o vaxtdansa mənasız, yəni, o heç bir mənası qalmır. Which, how many, how much, həm söz önüsüz, həm də of ilə işlənə bilər. Okay. How many, how much, o heç, amma WH-lərdə bir dənə which-dir, ona çox diqqət edin. Aydındır. Əgər nöqtələrdən sonra xəbər gəlibsə, deməli, mübtədan sual var. Birbaşa xəbər gəlibsə, nə yoxdur burada? Mübtəda, birinci düsturdur. Əgər nöqtədən sonra isim gəlibsə, deməli, təyinə verilən sualdır. Bax, görürsən, köməkçi feil mübtəda. Deməli, burada isim varsa, ismin nəyinə sual verib? Təyinlə. How zərfin sualıdır. How-dan sonra isim gəlməməlidir. Niyə? Çünki ağzımdan nə deyirəm? Zərfin sualıdır. Yəni, zərf də feilə aiddir. Peşələri soruşmaq üçün ismi xəbərdə what-la verirəm. Hərəkət olarsa, do-la verəcəm. Əgər nöqtədən sonra xəbər və isim verilərsə, doğru cavab what-dur. Məsələn, xəbər və isim verilibsə, nəyi qoyacam? Yəni, mübtədanın sualı. What-dur, yəni. Bax, burada yazıb alt-alta, amma bir dənə şey tutun. Bu mübtədanın sualıdır. What encouraged? Nə səni ruhlandırır? Burada da hansı mənasında təyinə verilən sualdır. What proposals köməkçi feil mübtəda. Bu ikinci düsturdur, bu birinci düsturdur. İndi ikinci, birinci nədir? Onu ən sonunda qeyd edəcəm. Who apostrofes və whose şəklində verilən testlərdə məntiq budur. Nədir məntiq? Nöqtələrdən sonra xəbər verilərsə, who apostrofeslərin isim verilərsə, yəni birbaşa cavab whose-la verilir. Aha. Həm feili, həm əsas, həm köməkçi, yəni bir çox məqamlarda işlənir. Sənə demək istəyir ki, ehtiyatlı ol, nəyi necə yazacaqsan. Məsələn, həzdən sonra participle gəlibsə, yalnız bu halda həz qabağı keçir. Yox, participle deyilsə, qabağı keçirdə bilməzsən. Do, does, did köməkçi feillərdən yararlanmalısan. Aha. Həf feili əsas feil kimi də var, birləşmək kimi də var. Məsələn, bu participle feildir, lunch, xeyr. Deməli, köməkçi ilə düzəltdim. Burada nə var ki? Həvqotda bir dənə ehtiyatlı olun. Məsələn, həzlə desə, mən 2 dənə qardaşım var desəm, varı həzlə desəm, sualı inkarı nə edəcəm? Özü ilə düzəldə bilməyəcəm.
Amma has got desəm, has got-da sualın inkarını özü ilə düzəldirəm. Amma has-da yox. Əslində tərcümələr falan eyni də, fərq yox. Baxın, have-də var, vardır kimi. Have, got da var. Bunun sual inkarı bundan düzəldir. Bunun sual inkarı isə do, does, did ilə düzəldir. Aydındır? Aha, davam edək yoldaşlar. Görək başımıza nə iş gələcək. Aha, sonlara doğru yaxınlaşdıq. Have to modal feili, bu modal feili məlumdur. Yeganə modal feili ki, sual inkar özü ilə düzəlmir. Yoldaşlar, sizə bir dənə burada düstur çəkim. Deməli, deyəlim belə bir cümlədir. Təyin, mübtəda, üstəgəl xəbər, üstəgəl yenə təyin, tamamlıq, yer zərfi, zaman zərfi. Gəlin, beləsinə bir zəngin cümlə yazmışam. Bunu iki yerə bölürəm. Bu birinci düsturdur, bu da ikinci düsturdur. Xüsusi sualda, sual verəndə birinci düsturda nə edirəm? Birinci düsturum nədir? Sadəcə olaraq yazdım. Who, what, indi nədirsə axıra və yaxud da ki, mübtədanın təyindən sual verəndə. Yazdım mı? Sonra olduğu kimi köçürdürəm. Başqa heç nə eləmirəm. Nöqtə, sual işarəsi. Bax, görürsünüz, olduğu kimi. Amma ikinci düsturda sual sözü üstəgəl köməkçi feil və ya modal feil üstəgəl mübtəda, xəbər. Bax, bunun fərqinə baxın. Mübtədaya verəndə mübtədadan sonra xəbər gəlir. Amma ikinci düstur, yəni bu tərəfə sual verəndə sual sözü, köməkçi və ya modal feil ikisindən biri olur. Mübtəda, xəbər, falan filan. Aydındır. Bir daha çəkilmək istəyirsiniz, rahat görün. Aha. Bunun da qeydini apararsınız. Deməli, yoldaşlar, bugünkü mövzumuzun da sonuna gəldik. Bizi izləmədə qalın ki, hər daim yeni videolarımızdan tanış olasınız. Sağ olun, uğurlar.